Heç bir şey etmədiyiniz halda öz ağlında qurub sizi dəli kimi qısqanan bir sevgiliniz var. Bunun psixoloji bir problem olduğunu bilirsiniz. Otello sindromu ilə tanış olun. Otello sindromu qısqanclıq əsaslı bir pozuntu olaraq diqqət çəkir. Buna görə də Otello sindromu eyni zamanda həqiqətə uyğun olmayan qısqanclıq, erotik qısqanclıq sindromu, patoloji qısqanclıq, xəstəlik dərəcəsində qısqanclıq, Otello psixozu və seksual qısqanclıq kimi fərqli adlarla da tanınır. Həqiqətə uyğun olmayan qısqanclıq halı, şəxsin həyat yoldaşının və ya partnyorunun ona sadiq olmadığına dair əsassız bir inanca sahib olması ilə xarakterizə olunur. Bu inanclar o qədər güclü ola bilər ki, şəxs bəzən hətta zorakılığa belə meyilli ola bilər. Otello sindromu tez-tez şizofreniya və digər psixotik pozuntular, alkoqol və maddə istifadəsi pozuntuları və əlavə olaraq şəxsiyyət pozuntuları ilə də əlaqəli olaraq müşahidə edilir. Şəxsin təsəvvür etdiyi ssenarilər qismən həqiqətə uyğun ola biləcəyi kimi tamamilə xəyal məhsulu da ola bilər. Ancaq bu düşüncələrin doğruluqdan asılı olmayaraq, şəxsin qısqanclıqla bağlı fikirlərinə həddən artıq saplanıb qalması Otello sindromunun əsas xüsusiyyətidir.